Salam hər kəsə. Bugünkü dərsimiz riyaziyyatdan 2 addımlı məsələlər dərsidir. Gəlin nümunəmizə baxaq. Budağa 11 sərsə qondu. Onlardan 3'ü uçub getdi. Budaqda neçə sərsə qaldı? Sonradan budağa 4 sərsə də qondu. Budaqda cəmi neçə sərsə oldu? İlk öncə birinci addımımıza baxaq. Soruşur ki, bizdən 3'ü uçub gedir. 3'ü uçub gedirsə, biz 11 sərsədən 3'ünü çıxırıq, qalır 8. İkinci addımda deyir ki, 4 sərsədə qondu budağa. 8 tapmışdıq, düzdür. 10 üzərinə də 4 sərsəni əlavə edirik, cavab eləyir 12. Gəlin məsələlərimizə baxaq. Hər addım üçün misal yazmaqla məsələləri həll edin. Avtobusda 11 sərnişin var idi. Birinci dayanacaqda 3 sərnişindən mindi. Birinci addımımızda birinci dayanacaqda 3 sərnişindən mindi deyir. 11 sərnişinimiz var idisə, 3'ü də minibsə, cavab edir 14. Nəyə görə topladım? Çünki 3 sərnişində əlavə olunur. İkinci dayanacaqda 6 sərnişin düşdü. Düşdü deyirsə, biz 14 tapmışdıq. Düşürsə demək ki, azalır. 14'dən də 6'nı çıxırıq, cavab edir 8. Avtobusda neçə sərnişin qaldı? 8 sərnişin. Aynur bağdan 12 armud dərib qaba yığdı. O armudların 8'ini Samirə verdi. Qabda neçəsi qaldı? 12 dənə armud var imiş. Aynur da 8'ini Samirə verdi. Yəni daha 8'i özündə yoxdur. Samirdədir. Ona görə də 12'dən 8'i çıxırıq, eləyir 4. Deyir ki, Aynur yenidən bağdan 5 armud da dərib qaba qoydu. 4 dənə armudu qalmışdı. 5 dənəsini də dərib qaba qoyur. Üzərinə 5 gəlirik, eləyir 9. Cavabımız 9'dur. İdman yarışında 15 uşaq qaçırdı. Yolun yarısında 4 uşaq yorulub yarışdan çıxdı. Neçə uşaq qaldı? 15 uşaq var imiş. 4 uşaq yorulub yarışdan çıxır. Çıxırsa biz də 15'dən 4'ü çıxırıq, cavabı tapırıq 11. Sonra deyir ki, finişədək 3 uşaqla yarışı tərk etdi. 11 uşaq qalmışdı, 3 uşaq da tərk edir, yəni çıxır. 11'dən 3'ü çıxırıq, cavab edir 8. Finişə neçə uşaq çatdı? 8 uşaq çatdı. Keçək ümumiləşdirici tapşırıqlarımıza. Misalları həll edin. 13'ün üstünə 4 gələndə 17. 15'dən 3 çıxaq 12. 5'in üzərinə 10 gələndə 15. 12'dən 8 4. 12'dən 7 çıxanda 5. 14'dən 14 çıxanda 0. 2'nin üstünə 4 gələndə 16. 18'dən 0 çıxanda elə 18. Alt-alta hesablamada da 18'dən 7 çıxanda 8'dən 7'ni çıxırıq 1. 1'i də aşağı gətiririk 11. 6'dan 5 çıxırıq 1. 1'i də aşağı gətiririk 11. Toplama və çıxmanın əlaqəsinə aid misallar yazın. Gəlin yazaq. 3 var, 9 var, 12 var. 3'ün üzərinə 9 gəlirik, eləyir 12. 9'un üzərinə 3 gəlirik, eləyir 12. 12'dən 9 çıxırıq, eləyir 3. 12'dən 3 çıxırıq, eləyir 9. Digərləri də bu şəkildə həll olacaq. Keçək 3-cü məsələmizə. Tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub əlavə etmək yaxud götürmək lazımdır? Dəftərdə uyğun misalları yazın. Demək, birincisini mən yazacağım. Digərlərini də siz mənim nümunəmə baxaraq yazacaqsınız. Birində 15 dənə var. Birində isə 5 dənə var. Biz ya 15 dənəni 5 eləməliyik, ya da 5'i 15 eləməliyik. 15'i 5 eləmək üçün, yəni 15'dən neçə çıxanda 5 eləyər? Əlbəttə ki, 15'dən 10 çıxanda eləyər 5. Bəs yaxşı, 5'in üzərinə neçə gələndə 15 eləyər? 10 gələndə eləyər 15. Bizim misalımız bu olacaq. Dəqiqə. Deməli, biz
kubların 15 dənə kubun sayını 5-ə endirmək üçün 10 dənə kubu çıxmalıydıq. 5 dənə kubun sayını 15-ə gətirmək istəyiriksə, üzərinə 10 dənə də kub əlavə eləməliydik. Əgər aydın olmayan bir şey varsa, şərhlərdə yazın, bir daha başa salın. Keçək 4-cü məsələmizə. Masanın ətrafına qonaqlar üçün 12 stul düzülmüşdü. Hamı əyləşəndən sonra 3 stul boş qaldı. Masa arxasında neçə qonaq əyləşdi. Biz bilirik ki, 12 stulumuz var imiş. Bir də hamı əyləşəndən sonra 3 stul boş qaldı deyir. 3 stul boş qaldısa 12-dən 3-ü çıxırıq, tapırıq hələ görək neçə qonaq əyləşibmiş. 9. Deməli 9 stulumuz dolubmuş. Cavabımız 9-dur. Uşaqlar meşəyə göbələk yığmağa getdilər. Samir Səbinədən 4 göbələk çox yığdı. Samir 12 göbələk yığdısa, Səbinə neçə göbələk yığmışdı? Biz Səbinənin neçə göbələk yığdığını bilmirik. Amma Samir'in 12 göbələk yığdığını bilirik. Və bilirik ki, Samir Səbinədən 4 göbələk çox yığıb. Səbinənin göbələyini tapmaq istəyiriksə, Samir'in yığdığı göbələyin 12-dən çıxırıq 4-ü. Bərabər edir 8. Deməli, Samir'in göbələyi 12, Səbinənin göbələyi isə 8 imiş. Səbinə neçə göbələk yığmışdı? 8 göbələk. Gələk son məsələmizə. Səbətdə 17 yumurta vardı. Birinci yumurta qutusunda 4, ikincidə isə 5 yer boşdur. Əsmər nənə yumurtaları boş yerlərə yığandan sonra səbətdə neçə yumurta qalar? Biz ilk öncə tapırıq ki, birinci yumurta qutusunda və ikinci yumurta qutusunda bərabər toplayanlar neçə dənə boş yer var. Birincisində 4-dür, ikincisində isə 5-dir. Bunları toplayanda cavab edir 9. İndi bizdən soruşur ki, boş yerlərə yığandan sonra səbətdə neçə yumurta qaldı? Biz bilirik ki, əvvəl 17 yumurtamız var idi. 17 çıx 9. 9-u niyə çıxırıq? Topladıq ki, 2 qutuda da boş yerlərin sayı nə qədərdir? Bərabər eləyir 8. Cavabımız 8 imiş. Belə əziz şagirdlər və valideynlər, ümid edirəm ki, sizin üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənməyi və abunə olmağı unutmayın.